Və nəhayət buna diqqət edin, qardaşlar. Əsas məqama gəlirəm, 3-cü məqama. Gör, burada Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Və həmin adama ancaq qədərinə yazılan çatır. Bu nə deməkdir, bilirsiniz? Bir dənə zəhmət olmasa o konfet olan qabı ver mənə. Göstərim ki, belə aydın olsun. Bax, bunu belə göstərəcəm ki, konfetlə də, yəni o qədər pulum yoxdur ki, pulla göstərim. Yoxsa pulla göstərərdim. Qədərinə yazılan ancaq çatır ona. Bu nə deməkdir, mən deyəcəm indi sizə. Adam acgöz, tamahkar adamdır. Gəldi, birdən-birə vəzifəli oldu. Vəzifəyə qoydular, özü lap böyük vəzifəyə. Və bu adam başladı milyonlar yığmağa. Və bu konfet qabı elə bil ki, vəzifəyə gələndə boş idi. Birinci il bir neçə milyon. İkinci il yenə bir neçə milyon. 5 il, 10 il, 30 il. 30 ildir bu yığır, bu qədər yığıb. Hə? Bu konfet qabı doldu. Göstərərəm. Hamısı görsün. Doldu, yığıb bunu. 30 ildən sonra daha güclüsü gəlir deyir ki, bu 3 dənə konfet sənin bəsindir. Ömrümün sonuna qədər. Bu qalanını isə biz götürürük, bizimdir. Baş verir belə şeylər yoxsa yox? Hamımız şahidi olursunuz da. Buradan nə nəticə çıxarırıq? Buradan o nəticəni çıxarırıq ki, ana bətnində o ruzu ki ona yazır, Allah Taala ki, ömrü boyu sənə ruzun ancaq bu olacaq. Ana bətnində yazılıb ki, ona 3 dənə konfet çatacaq. Ömrü boyu 30 il isə bu konfetlərin hamısını yığanda o elə fikirləşirdi ki, bu mənimdir, yığmışam axı. Amma sənin deyil, çünki qədərvə yazılmayıb. Bunu başqası gəlir, zorla da olsa əlindən alır, deyir, 3 dənə konfet sənin bəsindir. O konfetlər ki, ana bətnində ona yazılmışdı. Fikir verirsiniz, bu hədisin mənasına bax, ha. Ancaq qədərinə yazılan ona çatır. İndi buradan həmin o zəngin adamlar nəticə çıxarmalıdır ki, o 30 ildə yaxşı mən nə qazandım? Əgər yığdıqlarım əlimdən aldılarsa, nə qazandım? O günahlar ki qazandım, ha. O konfeti yığarkən qazandığım günah var. Bax, həmin o günahları artıq boynumdadır, o ilə gedirəm Allahın huzuruna. Cavab verəcəm orada.